Magistratura üzrə təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi təklif olunur. Magistratura üzrə 4000-ə yaxın plan yerinin boş qalması bu təhsil pilləsinə maraqla bağlı müzakirələri yenidən aktuallaşdırıb. Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, səbəblərdən biri magistratura təhsilinin 2 il davam etməsidir. Magistraturanın 2 ildən 1 ilə endirilməsi bugün dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılıbdır və bugün gənclərin yanaşması ondan ibarətdir ki, onlar çalışırlar ki, daha qısa vaxtda oxusunlar və daha qısa vaxtda təhsillərini başa bilsinlər. Son illər biz magistraturaya marağın azaldığını görürük və gənclərə də sual verdikdə onlar bunu ondan əsaslandırırlar ki, magistraturanın 2 il olmasına ehtiyac yoxdur. Ceyhun Məmmədov 4000-ə yaxın boş plan yerinin qalmasını da magistraturaya marağın azalmasının göstəricisi hesab edir. Deputatın fikrincə, məsələ yalnız təhsil müddəti ilə də yekunlaşmır. Magistr dərəcəsi əmək bazarında bakalavr pilləsi ilə müqayisədə real üstünlük yaratmırsa, gənclərin əlavə təhsil almaq motivasiyası da azalır. Buna görə həm proqramların məzmununa, həm də magistr dərəcəsinin işə qəbul zamanı yaratdığı imkanlara yenidən baxılmalıdır. Əgər biz magistratura marağı azaltmaq istəyirsə, 1 il etməliyik. İkinci isə hesab edirəm ki, əgər bugün işə qəbulda magistratura ilə bakalavr arasında heç bir fərq qoyulmursa, heç bir fərq yoxdursa, təbii ki, gənclər bir mənalı olaraq artıq mərhələli şəkildə magistraturaya üz tutmayacaqlar. Yəni ona görə biz bu barədə ciddi düşünməliyik, proqramlara yenidən baxılmalıdır. Hətta bakalavr səviyyəsi 3 ilə endirilməlidir, magistraturada 1 il olmalıdır ki, gənclər bu prosesdə maraqlı olsun. Millət vəkilinin qənaətinə görə ali təhsil proqramları daha çevik və əmək bazarının tələblərinə uyğun qurulmasa, universitetlər qısa müddətli kurs və alternativ təhsil proqramları ilə rəqabətdə çətinlik çəkə bilər. Təklif olunan model magistratura üzrə təhsil müddətinin 1 ilə endirilməsini nəzərdə tutur. Hələlik isə söhbət təklifdən gedir və magistratura təhsilinin müddətinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar yoxdur. İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər.